xoş gəlmişsiniz. Bu layihəyə start vermişik. Layihə çərçivəsində uşaqlara fotomonografiya təlimi keçirildi. Hiss olunur ki, siz bu şəkillərlə təkcə əlinizə fotoqraf, telefon alıb bir şəkil çəkməmisiniz və bu şəkillərdə sizin hissləriniz, görmək istədiyiniz gələcəyiniz və digər duyğularınız canlanan insanın gözünün qabağında. Cəbrayılın əks etdirən çox yaxşı şəkillər var idi. Tarixi məkanları, müasirliyi, hava şəraitini, ümumi şəhərin infrastrukturu göstərə biləcək çox məqamlar var idi. Bu müsabiqədə iştirak etdiyimiz üçün və bu sənətdə öz gördüyümüzü görüşdüyümüz üçün hər birinizə minnətdarım. İkinci yerin qalibi Səyra Zeynal. Çempion İmami Zeynal Məhəmmədi.